Tiflisdə baş verən silahlı insident nəticəsində 4 nəfər yaralanıb. Onlardan ikisi az yaşlı olub. Yaralılardan biri xəstəxanaya çatdırıldıqdan sonra vəfat edib. Digər 2 yaralı o cümlədən biraz yaşlı müalicəsini davam etdirir. Hadisəni törədən şəxs saxlanılarkən polisə silahlı müqavimət göstərib. Faktla bağlı araşdırma aparılır. Cinayətə görə 20 ilədək və ya ömürlük həbs cəzası nəzərdə tutulur. Mülki fəal və yumorist Onise Okriyaşviliyə hücum edilməsi ilə bağlı araşdırma başlanılıb. Fakt üzrə Cinayət Məcəlləsinin 126-cı maddəsi ilə istintaq aparılır. Hücum edən şəxs özü Vaki Saburtalo polis idarəsinə gedərək təslim olub. Məlumata görə dünən axşam Onise Okriyaşvilinin evinin yaxınlığında bir neçə nəfər ona hücum edib. O xəstəxanaya aparılıb və bir neçə saat sonra evə buraxılıb. Rustaveli prospektinin tam yenidən qurulmasına başlanılıb. Dünən gecədən etibarən prospektdə və Merab Kostova küçəsinin bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılıb. Layihə çərçivəsində yeraltı kommunikasiya xətləri, yol infrastrukturu, səkilər və işıqlandırma sistemləri yenilənəcək, yaşıllandırma işləri aparılacaq. İnfrastruktur məhdud imkanlı şəxslərin istifadəsi üçün də uyğunlaşdırılacaq. İşlərin noyabrın sonunda başa çatdırılması nəzərdə tutulur. Layihənin dəyəri təxminən 50 milyon laridir. Gürcüstan Almaniyadakı yeni səfiri Aleksandr Kartozya bugündən vəzifəsinin icrasına başlayır. O etimadnaməsini bugün Almaniya prezidentinə təqdim edəcək. Bu prosedur səfirin səlahiyyətlərinin rəsmən təsdiqlənməsi üçün vacibdir. Hadisə Almaniyanın Gürcüstandakı keçmiş səfiri Peter Fischerin diplomatik missiyasının başa çatdığı dövrə təsadüf edir. Gürcüstan-Almaniya münasibətləri və əməkdaşlıq perspektivləri isə Tbilisdə siyasi müzakirələrin əsas mövzularından biridir. ABŞ-ın İrana endirdiyi hərbi zərbələr artıq ardıcıl 12-ci gecədir davam edir. Donald Trumpın göstərişi ilə ABŞ qüvvələri İranın hərbi obyektlərinə əlavə zərbələr indirib. ABŞ prezidenti bildirib ki, zərbələr o qədər güclüdür ki, İran razılığa gəlmək istəyir, lakin Tehran hələ də razılaşma imzalamağa hazır deyil. İran tərəfi isə bəyan edib ki, ölkəyə qarşı istənilən hücum, o cümlədən infrastrukturun hədəfə alınması sərt və qəti cavabla qarşılanacaq. Həmçinin bu hücumlara dəstək verənlər də İran tərəfindən qanuni hədəf hesab ediləcək. Marneuli Bələdiyyəsinin Kəpənəkçi kəndində yerləşən Ustad Aşıq Kamandarın ev muzeyində Ozan sazı televiziya müsabiqəsinin final mərhələsinin qalibləri müəyyənləşdirilib. Müsabiqə çərçivəsində seçilən ən yaxşı iştirakçılar münsiflər heyəti qarşısında çıxış ediblər. Tədbirin sonunda qaliblərin mükafatlandırılması və konsert proqramı keçirilib. Layihə 24 News Media tərəfindən təşkil olunub və milli musiqi irsinin qorunması, inkişafı və təbliğini hədəfləyir.